son zamanlar mən Bakıda özümü elə hiss edirəm ki, hələ bil bura Bakı deyil. Hələ bil mən yolumu azmışam, çaşmışam. Hələ bil başqa bir vaxt ölçüsünə düşmüşəm. Yəni əsər əlamət qalmayıb Bakıda. Başa düşürsünüz. Baxıram bax indiki yeni nesilə. Nə əxlaq görürəm burada. Nə davranış görürəm burada. Nə mədəniyyət görürəm orada. Mənim yadımdadır, rəhmətlik nenəmdən bir gün ərzində əyibdir. Bu sözü bəlkə mən bir 10 dəfə eşidərdim. Neyniyərdik? Deyərdi, əyibdir. Bax, bu əyibdir deyə, yəni bizi öyrədirdilər ki, özünü geri necə aparasan, cəmaat arasında necə davranasan. İndi baxırsan, görsən ki, kimsə əhlaqsız giyinir, düşür ortaya. Yəni tək küçələrdən söhbət getmir. Söhbət bizim telekanalizasiyamızdan gedir, efirdən də gedir, hər yerdən. Halbuki indi bu başqa cür adlanır. İndi o cürlərinə deyirlər ki, o komplekssizdir. Onu qınayana isə irad tuturlar, özünü qınayırlar ki, tolerant deyir. Başa düşürsünüz? Danışıqlar. Yəni bizim dilimiz, Azərbaycan dilimiz bizim milli sərvətimizdir də. Ən böyük sərvətlərimizdən biridir. Elə bir sərvətdir ki, hansı ki əsrlər boyu yaşaya bilir, hansı ki inkişaf eləməyə lazımdır. Yəni dili kömrükdən də keçirdə bilərsən, vergisiz, necə deyərlər. Tam bir başqa bir sərvətdir. Qalıb indi dil. İndi bizim baxırsan, görürsən, bax bu çoxunun danışıq tərzi də. Bax bu cı. Hardan gəldi bu? Açığı mən sizə deyim, mən belə analiz eləyirəm, baxıram bizim bölgələrə, istəyir qərb tərəfi olsun, istəyir şimal tərəfi olsun, istəyir şərq tərəfi olsun. Bizdə belə bir cı yoxdur, başa düşürsünüz. Yəni indi demək olar ki, bütün bizim cavanlarımızda, hamısında nitq qusulu var, danışıq qusulu var, tələffüz qusulu var. Mən elə xarici sözləri demirəm, hansını ki, bu dəqiqə yeridiblər bizim öz şəffaf, təmiz dilimizə. Uje, vsiyo. Nə deyim, vallahi, hərdən deyirəm də, o James Fenimore Cooper'ın bir əsəri var. Sonuncu magikanlardan. Mən də deyəsən hələ özümü sonuncu bir magikan kimi hiss eləyirəm. Baxmayaraq ki, bura mənim doğma şəhərimdir. Tam şəkildə hər bir şey dəyişib. Tam şəkildə. Hamısı da ondan irəli gəlir ki, valideynlər öz uşaqlarına layiqincə, düzgün tərbiyə vermirlər. Onların qüsurları üstündə işləmirlər. Başlı başına buraxırlar, getsin. Heç kim üçün maraqlı deyil ki, yəni o uşağı hardadır, nə ilə məşğuldur, necə danışır, necə davranır. Bax, mən sizə deyim də, mənim rəhmətli anam, mənim böyük qızıma həmişə deyərdi, Dəniz, asta danış. Sən qızsan, qızlar bək danışmamalıdır. Başa düşürsünüz məni? Yəni, bax, onu deyə örgədirdilər. Sizə bir məsələ də deyim. Bax, fikir verin, Bakıda, içəri şəhərdə məsələn. İçəri şəhərdə evlər, hamısı bir-birinə sıxdır. O vaxt evləri sıx tikərdilər ki, külək tutmasın. Bakı axı küləklər şəhəri olub. Hələ indi küləklər şəhəridir. Evlər də hamısına çox yaxın məsafədə olduğuna görə bu evdə danışardı, o evdə eşidilərdi. Ona görə həmişə birinci hələ onu irad tutardılar, uşaqlarını hələ böyüdərdilər ki, sakit ol. Danışıqla fikri ver. Asta danış, qışqıra danışma. Bax belə, nə deyim sizə? Belə şeyləri fikirləşəndə mən bir də görsən ki,
başlayıram həyfslənməyə ki, vaxt var idi, imkan olanda ki, bu ölkədən çıxıb getməyə, başqa ölkədə yaşamağa, mən o şanslardan istifadə eləmədim. Həyfslənirəm. Açığı deyim sizə, hələ indi də bu dəqiqə bir təklif olsaydı, hardansa xarici bir ölkədən, gəl bura işləməyə, götürüb ailəmi çıxıb gedərdim buradan. Nə qədər də acı olsa, nə qədər də ümidlərim yaxşı olsa, yəni ümumiyyətlə belə baxanda pessimist insan deyirəm də, optimistəm. Amma ki, gələcəkdə heç bir işıq görmürəm. Yəni bu cür gedişatla, mən heç bir inkişaf görmürəm burada. Bu qədər qəlbdən qəlbə sabahınız xeyir olsun.